Kaliforniya ququ-quşu, digər adıyla yol qaçan quşu, elmi adıyla Geococcix californianus, quşlar aləmində nadir bir istisnadır. O, uçmaq əvəzinə qaçmağı seçən, sürəti və dözümlülüyü ilə seçilən unikal təkamül nümunəsidir. Bu quş, əsasən ABŞ-ın cənub-qərbində və Meksikanın şimalında, yarımsəhra və açıq kolluqlarda yaşayır. Uzunluğu 52-62 sm, çəkisi isə 230-340 qram arasında dəyişir. Vəhşi təbiətdə orta ömrü 8-7 il, qorunan şəraitdə isə 12 ilə qədər çata bilir. Yol qaçan quş həyatının 90%-dən çoxunu yerdə keçirir. Saatda 32-35 km sürətlə qaça bilir ki, bu da onu dünyanın ən sürətli qaçan quşlarından birinə çevirir. Qanadları olsa da, uçuşdan əsasən yalnız təhlükə zamanı və qısa məsafələrdə istifadə edir. Onun ayaq əzələləri bədən kütləsinə nisbətdə quşlar arasında ən güclülərdən biridir. Beyninin hərəkət koordinasiyasına cavabdeh hissəsi isə oxşar ölçülü quşlardan 10-12% daha böyükdür. Bu, yüksək sürət və ani manevrləri mümkün edir. Kaliforniya ququ-quşu zəhərli ilanları ovlaya bilən nadir quşlardandır. Onun reaksiya vermə sürəti təxminən 0,1 saniyədir. İlanı baş hissəsindən tutaraq qayaya vurur və zərərsizləşdirir. Gündəlik qida rasionunun 60-70%-i sürünənlər və iri həşəratlardan ibarətdir. Bu quş həm müsbət 45 dərəcə istiyə, həm də 0 dərəcədən aşağı gecə temperaturuna dözə bilir. Səhərlər günəş altında qanadlarını açaraq bədən temperaturunu yüksəldir, gecələr isə maddələr mübadiləsini yavaşladaraq enerjiyə qənaət edir. Bu adaptasiya quşlar arasında olduqca nadirdir. Kaliforniya ququ-quşu dünya miqyasında məşhurdur. Warner Brothers'ın məşhur Beep Beep and the Coyote cizgi film personajı məhz bu quşdan ilhamlanıb.